Düşdüm Türkiyəyə. Kiraya götürdüm evi. Gəlirəm kommunal xərcləri ödəmək problemləri, İstanbulun o xaosu, taksisi, metrosu, Xarcı. qapının açarını evdə unuduram, gedirəm, gəlirəm axşam saat neçədə başa düşürəm ki, içəri girə bilməyəcəm. Gecələr olur, fikirləşirəm uzandığım yerdə ki, görəsən mən qapını bağlamışam ya yox. Evdə insan başqa adamla yaşayanda arxayın olur ki, mən olmasam da o baxacaq. Bağlayacaq. Bax onda mən başa durub gedib o qapıya çatana qədər o qaranlıqda mən fikirləşirdim ki, bax gedirsən. Tutaq ki, çatanda başa düşdün ki, qapı taybatay açıqdır. Birinci mərtəbədir. Taksimin yaxınlığında qalıram Cihangirdə. Çox belə təhlükəli regiondur. Tutaq ki, girib bu adam evə. Sən girdin, gördün, getdin, gördün, qapı açıqdır da. Deməyəcəksən. Mənə bir qorxu gəlirdi yolda. Sonra özümü sakitləşdirirəm. Sonra bir dənə qorxu gəlir. Səma öz-özünə danışırsan bax. Özünü sakitləşdirirsən. Təklikdən artıq özündən danışırsan səsli formada. Məni çox böyütdü həmin o period. Təhsil aldığım müddətdə əvvəl paylaşmadım. Dəyərdir ümumiyyətlə. Çox. Məni çox dəyişdi. Mənə çox şey qatdı. Özgüvənim, baxışlarım dəyişdi hətta. Mən o periodda saçlarımı tamamilə qısa kəstirdim. Özümə qarşı çox vızv atdım. Yəni çox belə çağırış elədim özümə. Mənim həyatın verdiyi bir çağırışlardan biri idi.